Salam əziz dostlar, şəxsi əşyalar layihəsi efirdədir. Bugün mənim çox maraqlı bir qonağım var. Azərbaycan Respublikasının əməkdar artisti, Teatr Xadimləri İttifaqının sədr müavini, pedaqoq, bədii qiraət ustası, aktyor Azad Şükürov. Azad bəy, xoş gördük. Xoş gördük. Nəhayət ki, biz görüşdük. Mən tez-tez teatr xadimlərinə gedirəm, Azad müəllimlə oturub söhbətlər edirik. Amma fikirləşdim ki, Azad müəllimlə veriliş də eləmək lazımdır və ürəyimdə olan sualları gələk mən boşaldım. Çox sağ olun. Azad bəy, xoş gördük verilişində. Çox sağ ol. Mən həmişə bunu deyirəm, indi də istəyirəm təkrar eləyəm. O yaxşı bir deyim var, deyir, dünya insanların biri-birinə diqqəti üzərində qurulub. Bəli. Bugün diqqətini mənə yönəltmisən, çox sağ ol, minnətdaram sən. Mənim üçün xoşdur və şərəfdir. Azad müəllim, suallarımız çoxdur. Mən fikirləşirəm ki, dərhal suallara keçmək lazımdır. Və bu verilişdə indi şəxsi əşyalar olduğuna görə, təbii ki, Azad müəllim də özünə aid olan şəkillər, kitab və s. gətirib bura və bizim ənənəvi bir sualımız var. Bunu hamıya biz veririk. Sizin ilk şəxsi əşyanız nə olub? Yadınızdadır? Mənim ilk şəxsi əşyam kənddə böyüyən bir adam kimi mənim velosipedim olub. Hələ də yadınızdadır? Hələ də yadımdadır. Çünki o köhnə velosiped idi və mən onun hissələrini oradan-buradan tapıb yığıb düzəldirdim. Özünüz düzəltmişdiniz? Köhnə idi də, yəni çox şeyini təzədən alıb oradan-buradan qonşu rayonlardan zatdan getdikcə düzəltmişdim və kənddə yayda onu sürürdüm. Təbii ki, qışda imkan olmurdu, dərs zadadan başı qarışırdı. O velosiped mən sənə deyim ki, hərdən mənim yuxuma da girir. İndi də, hə. Maraqlıdır. Hə, belə qəribə bir şəxsi əşyam mənim. Birinci mənim öz, yəni əmlakım o olub. Gör necə həqiqətən doğma olub ki, sizin hələ də yadınızdadır və yuxularınızdadır. Hərdən yuxuma girir. Ümumiyyətlə, düzdür, ermənilər yerlə yeksan eləyiblər bizim kəndimizi. Ağdam rayonunun Muğanlı kəndini. Amma kənd özü tez-tez yuxuma girir. Həyətimizdə iri bir tut ağacı var idi. Məsələn, hərdən içimdən keçir ki, kaş ki o tut ağacı duraydı, mən gedib o ağacla bir söhbət eləyəydim. Ay, çox təsirlidir. Belə yuxuma girir hərdən, kənd də yuxuma girir, elə o vaxtki adamlar da. Mən sualıma da toxundunuz. Bilirəm ki, təbii ki, uşaqlığınız Ağdamda keçib və valideynlərinizlə orada bir yerdə təbii ki, yaşamısınız. Və hətta bu yaxında bir tədbirdə biz olduq, film təqdimatı idi. Deməli, orada sizə bir xanım dedi ki, Azad müəllimin anası bizə Ağdamda dərs deyib. Siz oradaydınız. Biraz gəlin valideynlərinizi xatırlayaq. Necə bir ailədə böyümüsünüz? Mənim atam da, anam da müəllim olublar. Atam Ağdamda müxtəlif kəndlərdə məktəb direktoru olub, ədəbiyyat müəllimi idi. Anam da ibtidai sinif müəllimi idi. O da bizim ailəmiz çox böyük olub. Biz 10 nəfər olmuşuq ailədə. 5 bacı, 5 qardaş. Çətin olar ya, bu hamısına təhsil vermək, təbii ki, onları böyütmək, hə? Vallahi mən hamısından kiçik olmuşam deyə. Ən kiçiksiniz. Ən kiçiyi mən olmuşam deyə. Bir o qədər də belə bir çətinlik hiss eləməmişəm. Amma müəllim ailəsi idik də, belə çox da imkanlı deyildik. Hamısı da oxudular, təhsil aldılar, ailə qurdular. Bəziləri artıq dünyadan köçüblər. Ruhları şad olsun. Atam-anam dünyalarını dəyişiblər. Belə bir bağlı-bağatlı kənd idi Muğanlı kəndi. Bütün kənd uşaqları kimi mən də ot da biçirdim, at da minirdim. Çayda çimərdik yayda. Kəndimizin düz ortasından bir arx gedərdi. Xatın arxı deyərdik ona. Xatın arxı. Ondan sonra balıq tutardıq. Balıq tuta bilirdiniz? Çox yaxşı. Çox yaxşı. Yəni qıranız boşa getmirdi. Demək olar ki, yox, getmirdi. Mən sonra, hətta böyüyəndən sonra, artıq institutda işləyəndə də hərdən dostlarımla gedirəm balıq tutmağa. Hərdən sağ olsunlar, götürürlər məni, aparırlar özləri ilə. Ümumiyyətlə, bu balıq tutma ənənəsi çox yaxşıdır, adam sakitləşdirir. Hə. Hərdən lazımdır. Sakitləşdirir. Azad müəllim, uşaqlıqla bağlı belə bir xatirəniz varmı ki, o sizin hələ də beyninizdə ilişib qalıb? Hansısa bir kövrək xatirə ola bilər ki, yəni o sizi həmişə düşündürüb, yəni həmişə sizin yadınızda qalıb. Belə xatirələr çoxdur, lap çoxdur. Mənim yaddaşımda
çox möhkəm özünə iz buraxıb birinci dəfə bizim kəndimizə Ağdam teatrı gəlmişdi, tamaşa oynayırdılar. Səhv eləmirəmsə Süleyman Sani Axundovun Xəsis əsəri idi. Gəldilər, oynadılar. Bax, o mənim heç yadımdan çıxmır. Birinci dəfə idi teatr tamaşası görürdüm. Neçənci il olardı bu? Bu təxminən 63, 64, ötən əsrin 1964-cü illər. Sonra bir dəfə də bizi apardılar Ağdam teatrında tamaşaya baxmağa. O Əbdürrəhim bəy Haqverdiyevin Dağılan İttifaq əsərinin tamaşası idi. Ağdamın çox tanınmış aktyorlar orada oynayırdılar. Qurban əmi, Narınc xanım, Simuzər Namazova, bir neçə aktyorlar orada oynayırdılar. Onda mən heç bilmirdim rejissor nədir, aktyor nədir, tərtibat nə olan şeydir, teatr. Sadəcə olaraq o qırmızı məxməri pərdələr, o bəylərin çərkəzi geyimləri, o qürurlu danışıqları, o məni cəlb elədi. Oradakı o bülbül səsi, nə bilim nə. 4-cü, 5-ci sinifdə oxuyurdum da. Fikirləşdim ki, bax bu nədirsə, mənim axtardığım budur. Maraqlıdır. Və sonra bir neçə dəfə Ağdam teatrına gəldim, tamaşalara baxdım. Və rayonda da bir işim olanda, artıq yuxarı siniflərdə oxuyanda gəlirdim, o işi görürdüm, gedəndə gəlib bir teatrın yanından keçib gedirdim kəndə. Bəlkə də elə o ilk cüzəti, toxum oradan yaranmışdır. Oradan təbii ki, oradan yarandı. Mən Ağdam teatrında çox tamaşalara baxdım o cavanlıq vaxtımda və sonra da başladım özüm artıq çıxış eləməyə. Bəli. Ağdamda bir müəllimlər evi var idi. O müəllimlər evində də bir dram dərnəyi var idi. Ağdam teatrının aktyoru Eyvaz Əliyev var idi. Sonra Ağdam teatrının bir direktoru da oldu. Bəli. Bizim instituta gəldi, oxudu qiyabi. Onun dram dərnəyinə mən gedirdim və müəllimlər evinin də ansamblı var idi. O ansambl tez-tez kəndlərə konsert verməyə gedirdi. Məni də qoşurdular onlara ki, konserti idarə eləyim, arada bir vətənpərvərlik şeiri söyləyim. Və mən beləliklə artıq rayonda tanınırdım ki, sonra biraz da keçdi, yuxarı sinifdə oxuyanda məni rayon tədbirlərinə artıq dəvət edirdilər. Komünist Partiyası ilə bağlı, Leninin ad gününə aid tədbirlər. Mən də orada partiyamızdır şeirini gəlib söyləyirdim. Bu da ciddi məsuliyyətlidir o dövr üçün. Həddindən artıq məsuliyyətli idi. Demək olar ki, dövlət tədbiridir. Bəli, bəli. Və belə-belə artıq rayonda məni tanımağa başladılar. Və mən fikirləşirdim ki, təxminən belə deyək də, heç olmasa ən azından əməkdar artist ola bilərəm. Bəli. Bəlkə də xalq artistiyəm mən. Sonra gəldim instituta, gördüm yox, elə deyil. Amma bir şey deyim, Azad müəllim, bu sizin iki belə deyək də böyük bir müəlliminiz olub, Rıza Təhmasib və Mələk Dadaşov, düzdür? Yəni belə bir müəllimdən də dərs almaq və belə bir sənətkarlar ki, hansı ki onlar həqiqətən də sözün demiş adamlar. Və burada mən Əlabbas Qədirovun da adını çəkmək istəyirəm. Cavan idi, yenicə pedaqoji fəaliyyətə başlamışdı. Amma dərs deyib sizə. Hə. Rıza Təhmasib də yaşlı idi. Və onu qoşmuşdular ki, o cavan müəllim Rıza Təhmasibin yanında olsun. Həm ondan öyrənsin pedaqoji fəaliyyəti. Həm də yaşlı adamdır da, bəzən görsən xəstələnir deyilirdi. Bax belə mən bu müəllimlərdən dərs aldım. Allah rəhmət eləsin hamısına. Bilirsən necə oldu? Mənim ümumiyyətlə instituta qəbul olmağım dastandır. Aha. Mən gəldim birinci ili, rayondan gəlmiş adam. Heç kəsi tanımıram. Rıza Təhmasib kimdir, Ədil İskəndərov kimdir, Tofiq Kazımov kimdir, Mehdi Məmmədov kimdir. Biraz da rayon adamı gəlmişəm, biraz da görməmişliyimə salmışam. Dondurmadan zaddan o ki var, yemişəm. Dişim şişib, belə. Vay. Burada kitabda yazmışam. Yazmısınız onu? Hə. Dişim şişib, bax belə heç danışa bilmirəm ha. Gəldim qabiliyyət imtahanına, Yadigar Muradovla, İlham Əskərovla, Ruhları şad olsun. Məhəmməd Verdiyevlə, Zemfira Nərmanova ilə, Firəngiz Mütəllibovla, Bəxti Cəfərova ilə bir qrupda imtahan verirsiniz. İmtahan verirəm. Onda Təhmasib müəllimlə Ədil müəllim oturmuşdular imtahanda, Ədil müəllimə kurs yığırdılar. Mən də girdim imtahana, düş belə şişib, belə belə deyirəm. Ədil müəllim baxdı mənə, dedi ki, qadam, deyəsən sən orduna qoz qoymuşsan. Get,
o qozu çıxardanda gələrsən. İşi. Oy oy oy. Bunlar nə danışırlar? Mən rayonda xalq artisti idim. Mən nə deyim cəmaata? Yox, utandım, heç rayona qayıtmadım. Qaldım Bakıda, tikintidə işə girdim. Xalq teatrına yazıldım. Rəhmətli Məmməd Kəmal Kazımovun xalq teatrına yazıldım. Və yavaş-yavaş teatrlara gedirəm, hamını tanıyıram. Bir dənə tamaşa buraxmıram. Və Gənclər Tamaşaçılar Teatrında, nə Milli Teatrda artıq hamını tanıyıram, möhkəm hazırlaşmışam. Bu əsl hazırlıq budur. Bəli, möhkəm hazırlaşmışam. Gəldim ikinci ili, 77-ci ildə bu dəfə Təhmasib müəllimlə Ədil müəllim yenə oturublar, Təhmasib müəllimə kurs yığırlar. Təsəvvür edirsən, mən girdim auditoriyaya. Ədil müəllim belə baxdı mənə, dedi ki, qadam, deyəsən sən qozu ordundan çıxartmısan. Yadına düşdü. Ayda, mən Ədil müəllimin yadında qalmışam. Bilirsən nəyə bərabərdir bu? Başladım göpə basmağa. Ki, Ədil müəllim, əgər siz yenə məni 2 verib buradan çıxartsaz, mən bir o qədər təsir eləməz. Mənə əsas odur ki, mən sizin yadınızda qalmışam belə. Basıb bağlayıram, bilirsən necə? İddialı. Belə. Bu da baxdı mənə, dedi ki, qadam, göpə basma, çıx ora. Səhnəni göstərdi. Orada göstər. Çıx ora nədir, nə danışsan sən? Mən bilirsən necə hazırlaşmışam. Zəncirlənmiş aslan kimi bir şeyəm. Təsəvvür edirsən, mənə 3 dənə qiymət verdilər. O vaxt 3 qiymət verirdilər. Səhnə danışığı, aktyor sənəti, ritmika, musiqi duyumu. 2-5-1-4. Beləliklə girdim bizə Təhmasibin kursuna. Və başladıq Rıza müəllimlə işləməyə. Allah ona qəni rəhmət eləsin. Müəllim kimi necə idi? Yəni siz onlardan bəhrələnə bilirdinizmi? Sərtlik var idi onlarda? Sərtlik də var idi, amma eyni zamanda maraqlı adam idi. Və təsəvvür edirsən ki, qəribə şeylərlə o bizi tərbiyə eləyirdi. Məsələn, üzü tüklü gələndə dərsə, yavaşca çəkirdi qırağa, çıxardırdı 1 manat. O vaxt 1 manat adam üzü qırxırdı. Deyirdi ki, ala bu manatı. Get. Tez, get. Orada üzün qırtdır, gəl. Artist üzü tüklü gəzməz. Və biz də istər-istəməz Təhmasib müəllim dərsi var bu gün, hamısı səhər-səhər üzümüzü qırxırdıq ki, ayıbdır da o kişi day bizə manat verməz. Bu cür o tərbiyə eləyirdi bizi. Qəribə üsulla tərbiyə. Çox qəribədir. Və necə deməli təbliğ eləyibsə Rıza müəllim, Azad müəllim hələ də üzü təraşlıdır. Mən heç vaxt da necə müəllim gedibsə o vaxt, özü də onun rolları həmişə mənfi rollar idi. Geniş tamaşaçı kütləsi onu Mehman filmindəki qaloş rolu ilə. Dəhşət. Amma həyatda həddindən artıq yumşaq və mehriban adam idi. Bəs Məlik Dadaşov necə idi müəllim ki? Məlik müəllim bizə az dərs dedi, az dedi dərs. Amma çox o mənim yadımda həddindən artıq ciddi bir adam kimi qaldı. Hələ biz çatdırmadıq ondan belə bir isti bir kontak yaransın belə. Çünki adətən sənət müəllimləri, mən də o üsuldan istifadə edirəm hərdən. Tələbələri yoğurub təzdən yapmaq üçün Kündələmək. Biraz yaxınlıq edirlər ki, o tələbə ona inansın. Tələbə fikirləşsin ki, bax bu adam mənə doğma adamdır. Bu adam mənə kömək eləmək istəyir. Azad müəllim, üzr istəyirəm, bu metodla siz indi tələbələrlə işləyirsiniz? Bəli. Mən çox məqamlarda mənim Təhmasib müəllimdən öyrəndiklərim mənim köməyimə gəlir. Bu da var. Və mənim səhnə danışığı müəllimim vardı, Könül Axundova. Mən də səhnə danışığı dərsi deyirəndə bilirsiniz. Bəli. Onun da öyrətdiklərindən mən çox istifadə edirəm. Allah ona can sağlığı versin. Təhmasib müəllim Allah rəhmət eləsin. Əlabbas Qədirov onun assistenti idi, cavan aktyor idi. Özü də istedadlı aktyor idi. Onu Təhmasib müəllimə vermişdilər köməkçi kimi ki, Təhmasib müəllim yaşlı adamdır, belə olanda, imkan olanda o gəlib əvəz eləyirdi. Məsələn, Azad müəllim, bədii qiraətə Əlabbas müəllimin hansı bir köməyi olub sizə? Çünki onun çox gözəl qiraəti də var idi, səsi də var idi həqiqətən. Əlabbas müəllimin də kömək olub, Könül xanımın da kömək olub. Amma mənim bədii qiraətə gəlişim bilirsən nə ilə əlaqədardır? Mən səhnədə özümə yer tapmayanda, işləməyə, teatra, işə düzələ bilməyəndə özümü realizə eləmək üçün bədii qiraətdən istifadə eləmişəm. Mən o cür gəlmişəm bədii qiraətə. Yəni ehtiyacdan gəlmişəm. Özümü realizə eləməliyəm. Mən səhnəyə çıxmalıyam.
mən teatra işə girə bilmirəm və yaxud özümü göstərə bilmirəm, istədiyim rolu mənə vermirlər, onda mən özüm sərbəst bədii qiraətlə çıxıram ortalığa özümü göstərirəm. Maraqlıdır. Özü də mən uşaqlara da indi onu öyrədirəm. Bədii qiraət sənəti qəribə bir daimi iş, daimi mühərrik kimi adamdan tələb eləyir ki, sən təzə materiallar tapasan, əzbərləyəsən, bu cür işləyəsən. Yəni inkişaflı bir sahədir. İnkişaflı bir sahə. Azad müəllim, ümumilikdə filmləriniz 30-a yaxın, 30 civarındadır, eləmi? Evet. Bunun içində seriallar da daxil olmaqla. Seriallar da var, böyük rolum da var, kiçik rolum da var, təbii, normal şey. Bəs sizin üçün hansı daha yaxındır, teatr yoxsa kino? Teatr. Mən də belə hiss edirdim. Bir mənalı surətdə teatr. Ümumiyyətlə, aktyor teatrda yetişir. Teatr aktyoru yetişdirir. Teatrda canlı ünsiyyətdir. Sən bir gün tamaşada bu cür oynadın, sabah onu düzəldə bilirsən. Sabah biraz başqa cür oynayırsan, görsən, bu tutdu, yaxşıdır. Amma kinoda yoxdur. Kinoda çəkildi, vəssalam, qutardı ondan. Həm də biraz teatr biraz daha çox daimidir. Yəni film həmişə çəkilmir də, belə deyək. Hə. Bu da var. Teatrda daim işdəsən də, daim yaradıcılıqdasan. Bilirəm, təbii ki, pedaqoq kimi fəaliyyət göstərirsiniz və tələbələrinizdən razısınızmı? Ümumiyyətlə. Bilirsiniz, razı olmasam, mən tələbələrimi sevməsəm, onlarla işləyə bilmərəm. Təbii ki, indi insandırlar da, içində ağıllısı da var, dəli dolusu da var. Mən bir müəllim olaraq yavaş-yavaş, pişiyimlə onları gətirirəm ocaq başına. Elə mənim də öz üsullarım var. Mən hardasa 42 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bəli. Mənim öz uşaqlara yol tapmaq üsullarım var. Pedaqoji keyfiyyət məndə tərbiyə olunub uzun müddətdir. Bəzən sarı yağla yağlayıram, bəzən sarımsaqla dağlayıram. Bu üsullarla gətirirəm uşaqları. Birisi necədir? Əgər bir qrupda tutalım 10 nəfər varsa, onu da gələcəkdə yaxşı aktyor ola bilməz. Mümkün deyil. Bir 3 nəfər o qrupdan çıxsa, 2 nəfər çıxsa, yüksək göstəricidir. Amma yerdə qalanı gərək elə eləyəsən ki, mütləq mənada yaxşı teatr adamı olsun. Məsələn, gələcəkdə teatr sahəsində bir administrativ işdə işləyə bilsin, bəli, mədəniyyət sahəsində işləyə bilsin, hansısa rayonda bir mədəniyyət evində, bir klubda işləyə bilsin. Bax, bizim əslində məqsədimiz budur. Əslində Azad müəllim çox gözəl bir məqama toxundunuz. Çünki siz fikirləşirsiniz ki, bu 10 nəfər düşübsə, heç olmasa bunun 3-ü aktyor olanda bu 3-ü başqa bir, yəni incəsənətə aid olan sahədə olsunlar. Bəli. Düzdür, bəzi adamlar deyə bilər ki, onlar bəlkə bura yaramır, getsin başqa işlə məşğul olsun. Niyə ki? O bəlkə sevgi ilə gəlmişdi, amma aktyorluq onda alınmır. Çətindir. Rejissor ola bilər, bəlkə montajyor olacaq məsəl üçün. Siz mənim tələbələrimin arasında bu saat Respublikada çox tanınmış aktyorlar var, çox tanınmış aparıcılar var, televiziya aparıcıları, radio aparıcıları. Mən niyə ad çəkmirəm? Biri incələnir. Qorxuram ondan. Kimsə yaddan çıxacaq, sonra mənim vicdanım məni incidəcək ki, ay aman, filan kəsin adını niyə çəkmədiniz? Düzdür. Azad müəllimin çox gözəl, təbii ki, bu sahə ilə məşğul olduğuna görə, qiraəti olduğuna görə mən çox sevirəm ondan şeir dinləməyi və Azad müəllim bizim üçün müxtəlif ədiblərdən, şairlərdən şeirlər də demək istəyir. İndi hansı birinə toxuna bilərik? Bilirsiniz, mən istəyirəm ki, çox müasir səslənən bir şeir var. Son vaxtlar məni heç rahat qoymur. Elə tez-tez yadıma düşür. Ey şərq şeiridir. Maraqlıdır. Əgər icazə verərsən onu səsləndirərəm. Məmnuniyyətlə. Elə bilirəm tamaşaçılar üçün də maraqlı olar. Çünki şərqdə baş verən hadisələr Allah Cəfərə rəhmət eləsin. Görünür, onu çox gözəl, intuitiv olaraq hiss eləyib və bu gün də o şeir çox aktualdır. Son vaxtlar mən demək olar ki, hara getdim o şeiri söyləyirəm. Buyurun, dinləyək. Ey şərq, sənin üstündə cahan çarpışır ikən, aləm səni bölməklə səadət bölüşürkən, övladın əsarətdə yazıq can çəkişirkən, hala da sükut etmədəsən, ey evi bərbad. Kimdən əcəba ummadasan dərdinə imdad?
Rahib kimi qovğayı həyata həvəsin yox, tərpənmədəsən kölgə tək amma nəfəsin yox, məhbəsdəsən amma ki qızıldan qəfəsin yox, zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad, əsrində dəmir dövrü, barıt dövrüdür heyhat. Dünyanı əsir eylər ikən bir ovuc altun, hər millət öz azadəliyin qurşuna mədyun, əsrin sözü top, haqq sözü top, tanrısı qurşun, acizliyə qalsan edən olmaz səni azad, hər gün sənə sahib olacaq bir yeni cəllad, döndər günəşin atəşə, saç qərbə, şimalə, topla nə gücün varsa, giriş qəç idicdalə, ya haqqını al, ya əbədi öl ləməhalə, qoy gülləri ya qan sulasın, yaxud ədalət, qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət. Möhtəşəm. Həqiqətən möhtəşəm Allah Azər müəllim. Cəfərə rəhmət eləsin. Gör nə qədər orada detallara toxundu. Bəli. Elə bil bu günümüz üçün yazıb. Gör nə vaxt yazılmış. Gör nə vaxt yazılmış. Biz mənə gəlir ki, öz şairlər, ədiblər, yazıçılarımızın qədrini bilməliyik. Mütləq. Çünki o, baxın, görün, keçmişdə olmuş bir mətn, bir sözlər, nə qədər ifadələr var, nə bugünümüzə uyğun. Mən sizə bir şey deyim. Buyurun. Səhv eləmirəmsə, Əhməd Cəmilin Əli Kərimə məktubundadır. Deyir ki, poeziyanın pis, yarımçıq yaradıcısı olmaqdansa, onun yaxşı təbliğatçısı olmaq məsləhətdir. Gözəl. Bəli. Mən çox çalışıram ki, özdə mən bədii qiraətçiləri tələbələrimə də deyirəm bunu. Bal arılarına bənzədirəm. Onlar gedib müxtəlif çiçəkləri gəzirlər, ən yaxşı ətirli çiçəklərdən o əsərləri, şeirləri tapırlar, gətirib işləyirlər, bala çevirib süfrəyə qoyurlar ki, insanlar ağız dadı ilə ondan dadsınlar. Elə şeirlər var ki, heç bəzi müəllif onu bir o qədər də uğurlu şeir hesab eləmir öz yaradıcılığında. Bədii qiraətçi götürür, onu işləyir, müəyyən nəfəs əlavə eləyir ola, müəyyən səs tonları, səs çalarları əlavə eləyir ola. Müəllif özü də məəttəl qalır ki, mən bu şeirim nə yaxşı şeirmiş. Demək, qiraətdən də çox şey asılıdır. Bəli. Sonra burada incə bir şey var. Biz tələbələrə əslində bunu öyrədirik. Aha. Qiraətçi gərək biraz cəsarətli olsun. Düzdür, bəzi müəlliflər bunu elə də ağrılı qəbul edirlər, yaxşı qəbul eləmirlər. Amma qiraətçidən tələb olunur ki, təbii ki, atını minib sağa-sola çapmaq da olmaz. Bu əsərin bir müəllifi var, əsərin bir yiyəsi var. Amma məsələn, Əli Kərimin Qaytar ana borcu şeiri var. Əla şeir. Evet. Orada bir yeri var. Deyir ki, oğul instituta qızıl medalla girdi. İnstitut, belə yazılır. Evet. Amma tələffüzdə axı institut deyilmir, institut deyilir. Bəli. Və sən institut kimi deyəndə qafiyənin biri düşür, heyecanın biri düşür, ritim pozulur. Bəli. Ona görə sən götürürsən onu, ora bir dənə da artırırsan, oğul instituta da qızıl medalla girdi. Həm heyecan düzəlir, həm biraz da fikir şey olur, vurğulanır. Bəzi təbii ki, şairlər biraz bunu qıcıqla qəbul edirlər. Mən tələbələrimə həmişə deyirəm, cəsarətli olun, siz bədii qiraətçisiz. Bu üsul Moskvada da var, Sankt-Peterburqda da var, Parisdə də var, Tbilisdə də var. Bütün bədii qiraətçilərdə bu üsul var ki, orfeopiya qanunları var, bizim dilimizin də orfeopiya qanunları var və mətni həmin orfeopiya qanunlarına tabe eləyib söyləməlisən. Burada incə bir şey var, bir vokal orfeopiyası deyilən bir şey də var. Mən bundan dəst ediyimə görə biraz vokal orfeopiyasında biraz gərək ehtiyatla yanaşasan, çünki bir heyecanı deməsən, not da yoxa çıxır orada, mahnının notu. Bəli. Çünki hər heyecanın öz notu var. Bəstəkar belə bəstələyir. Ona görə də mahnı ifaçılığında orfeopiya qanunlarının pozulmasına icazə verilir. Yəni tək not itməsin. Çox vacib məqamı dedi Azad müəllim. Həqiqətən də o şeirdə tutaq ki, o formada ifadə edilibsə, o dəyişiləndə uyğunlaşdırılmalıdır. İfadəyə, yəni qiraətə uyğunlaşdırılmalıdır. Azad müəllim, sizin arada parodiyalarınız olur. Məsələn, keçən dəfə oturanda Səməndər Rızayevi çox gözəl belə təqdim edirsə. Səməndər bilirsin necədir. Mən onu çox sevirdim bir aktyor kimi. Bəli.
mən Xalq Teatrına gedirdim və Xalq Teatrının da bədii rəhbəri Məmməd Kamal Kazımov idi. O da Milli Dram Teatrında müəyyən tamaşalar hazırlayırdı. Vaqif əsərini bərpa eləyirdi. Söhbət 76-cı ildən gedir. Səməd Vurğunun 70 illiyi idi. Vaqif əsəri bərpa olunurdu. Yeri gəlmişkən deyim ki, Səməd Vurğunun yenə yubileyidir. Prezident sərəncam imzalayıb. Bəli. Buna bağlı tədbirlər keçirilir. Və Səməndər Rzayev də o vaxtlar Vaqif roluna bərpa olunurdu. Yəni İsmail Dağıstanlı oynayırdı, köhnə məktəbin nümayəndəsi. Səməndər Rzayev oynayırdı, bir də Həsən Turabov oynayırdı Vaqif obrazını. Və mən də çox maraqla baxırdım Səməndərə. Fərqi görürdüm onda. Fərqi hiss edirdiniz. Fərqi hiss edirdim. Çünki İsmail Dağıstanlı köhnə məktəbin nümayəndəsi idi. O Pafos məktəbinin nümayəndəsi idi. Mən tam Pafosun əleyhinə deyiləm, amma orada məsələndə müəyyən bir faiz, müəyyən məqamlarda olmalıdır. Amma məsələn, mənim qulağımda çox cingilti kimi qalıb bu günəcən o Vaqiflə Vidadinin görüş səhnəsi. Orada bir gün İsmail Dağıstanlı oynayırdı. Biz də kütləvi səhnəyə çıxırıq. Orada bir yöndə kəndli, nə bilim, döyüşçü zat belə. İsmail Dağıstanlı belə qaltanlı bir səslə deyirdi, Vidadiyə deyirdi. Günah mənimkidir əhvələ ustad. Sənsiz olmamışdır bir gün könlüm şad. Yuxumda görmüşəm səni gecələr. Sənsiz gülməmişdir ruhuma səhər, belə danışırdı. Səhərsi günü Səməndər oynayırdı. O gözəl, yumuşaq və yatımlı səsi. Rəvan səs. Çox həyati. Tofiq Kazımovun dəstxətti ilə işləyən Səməndər Rzayev deyirdi. Günah mənimkidir, əhvələ ustad. Sənsiz olmamışdır bir gün könlüm şad. Yuxumda görmüşəm səni gecələr. Sənsiz gülməmişdir ruhuma səhər. Həyatı danışırdı Səməndər, qaltanlı səsi ilə. Mən bunları gördüyümə görə yeri gəldikcə dərsdə tələbələrə onlar məndən soruşurlar bəzən ki, müəllim, Pafos nədir? Bunu bizə bir izah eləyin. Orada istər-istəməz sən özün bir aktyorluq bacarığın sənin köməyinə gəlir auditoriyada. Bu nümunəni qeyd edirsiniz. Nümunələri eləmək üçün. Çünki canlı eləyəndə o tələbiyə daha yaxşı çatır. Bəli. Düzdür, bizim indi imkanlarımız var. Tutalım səs yazısını göstərmək ki, baxın, görün, nümunə. Məsələn, bizim əlimizdə Ələsgər Ələkbərovun Vaqif rolundan bir qusok var, bir səhnə var, videodur. Deyir, bəs baş əymədin, deyir, əymədim bəli, əyilməz vicdanım böyük heykəli. Bəli kimdir ki? Biz deyirik, əymədim, bəli, əyilməz vicdanım böyük heykəli. Bunu uşaqlara başa salmaq üçün o lent yazısından, video görüntüdən daha çox müəllimin özünün bir aktyorluq keyfiyyətləri canlı göstərirsiniz. Bəli, çox kömək edir tələbələrə. Təbiidir də, indi işləyirik, dərs deyirik. Uşaqlar da sağ olsunlar, pis işləmirlər və azdan çoxdan uğurlu tələbələr. Əsas odur ki, müəllimlərindən nəsə götürsünlər və təbii ki, Azad müəllim çox yaxşı və yola gedən bir müəllimdir. Bu çox vacibdir. Azad müəllim, burada bizim mərhum aktyorumuz Muxtar Afşarovla şəklinizi görürəm və Muxtar müəllim təbii ki, filmlərimizin əksəriyyətində Axırıncı Aşırım, sonra Qaçaq Nəbi və sair filmlərdə Papaq, bəli. Kişi sözündə çox gözəl obrazı var, tamaşalarımızda var, Solğun Çiçəklər və s. Və sizin də onunla təbii ki, qastrollarda olmusunuz, maraqlı xatirələriniz var, bəzilərini danışmışsınız. Bir xatirə danışa bilərik, bəlkə də gənc nəsil də tanısın Muxtar Afşarov. Muxtar əmi yaxşı aktyor idi, Allah ona qəni-qəni rəhmət eləsin. Köhnə məktəbin nümayəndəsi idi, amma bugünkü notlarda çox rahat işləyirdi. Bəli. Və günlərin bir günü Dəli Domrul tamaşası qoyulmuşdu bizim teatrda, Bakı Bələdiyyə Teatrında işləyirdim mən. Mən də Dəli Domrulu oynayırdım. Quruluşu rejissorda Amaliyə xanım özü idi. Çox yaxşı tamaşa idi. Mən çox sevirəm o tamaşanı. Şükür Allaha o internet səhifələrində var. Altay Məmmədovun Dəli Domrul əsəri. Getmişik İstanbula qastrol səfərinə. 2000-ci il. İstanbulda da Hərbiyə deyilən bir səhnə var. Orada tamaşanı oynayırıq. Birinci gündür. Birinci 3 cərgə
bütün türk aktyorları, tanınmış sənətçilər gəlib oturublar, rejissorlar, nələr, Amaliya xanım da onların arasındadır. Tamaşanı başladıq. Bir təxminən tamaşa başlayandan bir 4-5 dəqiqə sonra mənim atamla birinci səhnəmiz var, Muxtar əmi ilə. Muxtar əmi gəldi səhnəyə, çıxışıb, söz tamam yadından çıxıb. Ay ama. Deməli, mən vəziyyətdən çıxartmaq üçün bunu deyirəm ki, ata, sən demək istəyirsən ki, filan şey filandır, filan şey filan. Hə, ata? Yox, ata, elə deyil. Belədir. Bilirəm, ata, bilirəm. Sən də deyəcəksən ki, filan şeydir. Bax, bu cür oynayıram, hər ikimizin mətnimizi deyirəm. Bu da bilirsən deyinir. Hə, başıqadır, hə, qadanalım, hə, eylədir, belə. Bu, təxminən bir 7 dəqiqəlıq səhnəni bu cür yola verdim. Bunu yola saldım, getdi, səhnədən getdi. İkinci səhnə gəldi, təxminən bir tamaşanın 50-ci dəqiqəsində, 60-cı dəqiqəsindədir. Muxtar əmi idi də. Toparlandı da, yəni ola bilər həyəcan olub. Tamaşa qutarıb, əl çaldılar, birisi nə qədər əl çaldılar. Çox xoşlarına gəlmişdi. Səhnənin arxasında bunu axtarıram. İndi baş əymə prosesi hamısı qutarıb, təzim zat qutarıb, pərdə də bağlanıb. Gəldim, gördüm, lap qıraqda qaranlıq bir yerdə oturub. Çəkilib ora. Yaxınlaşdım ki, Muxtar əmi, ayıb deyil sənin üçün. Mənim yaşımda sənin səhnə təcrübən var. Ay kişi, sən çıxıb səhnədə çaşırsan. Gördüm, belə baxır mənə. Bu kişi kövrəlib. Gözündən yaş gəlir belə. Yaxınlaşdım, üzündən öpdüm ki, Muxtar əmi, sənə qurban olum. Bəlkə mən sənin xətrinə dəyən bir söz dedim, ha kişi. Vallah mən dedi, elə də elə ya Ayazad. Mən ömrüm boyu arzulamışam ki, Allahın altında gedəydim Türkiyədə, İstanbulda bir tamaşa oynayaydım, bir aktyor kimi. İndi nəsib olub mənə. Çıxdım səhnəyə, o hənirtini zaldan hiss elədim, türklərin hənirtisinin nəfəsini hiss elədim. Özümü itirdim. Allah səndən razı olsun. Nə yaxşı sən məni çıxartdın vəziyyətdən. Öpdüm üzündən, ay Muxtar əmi, heç nigaran qalma, lap yaxşıdır. Bəlkə də hərdən birdən elə belə oynamaq lazım. Biz zarafatla. Gördüm Amaliya xanım gəlir. Gəlir, nə gəlir? Bilirsən necə gəlir. O deyir, qartal ağzında ov tutub gəlir. Tez durdum, yüyürdüm Amaliya xanımın qabağına, bir 3-4 addım saxladım ki, Amaliya xanım, sən Allah ona bir söz deməyin. Mən söhbət elədim onunla. Axşam gələrəm otağa, sizə izah eləyərəm ki, məsələ nə yerdədir. Xətrinə dəymin də onu. Amaliya da 1-2 dənə 3-4 mərtəbəli söz dedi onun ünvanına. Amma siz qanunun arasına girdiniz. Muxtar əmi çox yaxşı kişi idi. Allah ona rəhmət eləsin. Bax, o teatrda mənim atamı da oynayıb, babamı da oynayıb, əmmimi də oynayıb, böyük qardaşımı da oynayıb. Müxtəlif tamaşalarda. Və Amaliya xanım həqiqətən ruhu şad olsun ki, o yaşlı sənətkarları teatra cəlb elədi həqiqətən. Yəni Muxtar Afşarov da teatrdan kənarda qalmışdı və bu özü də böyük bir xidmətdir. O təxminən bir 4-5 nəfər aktyor var idi. Muxtar Afşarov, Məhluqa Sadıxova, Mirvari Novruzova, Sofa Bəsirzadə, Firdun Mehdiyev. Bunları yığdı, başına gətirdi teatra, bunlara təzdən nəfəs verdi. Təzdən həyat verdi onlar. Bilirsən nə böyük həvəslə onlar işləyirdilər. Bizə aman vermirdilər. Çünki onlarda bir yanğı var idi. Bəli. Və indi biz Azad müəllim, indi biz görürük də Rusiya teatrlarında, indi siz də təbii ki o insanları tanıyırsınız. Oleg Basilashvili, Ayse Frendih 91 yaşlarında bunlar səhnədədirlər bu gün. 91 yaşında səhnəyə çıxmaq. Mən elə fikirləşirəm ki, belə də olmalıdır. Bilirsiniz, təbii ki ölkəmizin qanunları var və o qanunlara hamımız tabeyik. Amma mənə elə gəlir ki, yaradıcılıq təşkilatlarında bəzən bu qanunların yanından keçmək olar. Bəli. Məsələn, yaşlı aktyorları mənə elə gəlir teatrdan təqaüdə çıxardıb uzaqlaşdırmaq elə də düzgün fikir deyil. Əgər bunun hələ də yaddaşı yaxşıdır, enerjisi varsa, bəli. Xəstə deyilsə, işləyirsə, enerjisi varsa, qoy qalsın işləsində, bu sizə nə ziyanlıq eləyir? Məsələn, bizim dostumuz Yasin Qarayev, inşallah bu il onun da 80 illiyi olmalıdır. Allah canını salamat eləsin. Bəli, bu insanda enerji var və bu insan niyə də çəkilməməlidir, niyə də oynamamalı tamaşalarda və
son dəfə də Kod adı VX-dan mən gördüm. Hələ də formaladır Yasin müəllim. Rafiq Əzimov, Bəli, 88 yaşı oldu. Hacı İsmailov, bunlar İlham Namik Kamal, bunlar hamısı enerjili aktyorlardılar və indi yaşı çoxdur, bunu çıxardaq təqaüdə, qardaş, düz, vallah düz deyil. Bəs axı gənc nəsil də bunlardan öyrənməlidir. Bəli. Mən bunları səhnədə görməsəm kimə baxım? Bəli. Azad müəllim, başqa bir şeir deyə bilərikmi? Ramiz Rövşəni bilirəm ki, çox sevirsiniz. Mənim də çox sevdiyim şairdir. Və hətta siz 70-ci illərdə onun Qapı kitabı ya Qapı şeirini söyləmişəm. Bəli, bəli. Birisi necədir? İndi sizə deyim də o necə olub. Mən institutda oxuyurdum. 78-ci ilin səhv eləmirəmsə ya 7-ci ya 8-ci nömrədə Azərbaycan jurnalında onun bir neçə şeiri çıxmışdı. O da Moskvada oxuyurdu, tələbə idi. Biz də burada tələbə idik. Bəli. Bu şeirləri oxudum, gördüm ki, ay qardaş, burada tamam başqa bir ab-ı hava var. Təzə bir şeylər var burada və o vaxt mən 78-ci ildə Qapı şeirini işlədim. Həm universitetdə səhnə danışığı imtahanında söylədim və bu günə qədər də o mənim repertuarımda var, söyləyirəm. Biraz böyük şeirdir, onu Allah qoysa başqa bir babətdən söyləyərəm. Bəli. Amma Ramiz müəllimin son vaxtlar yazdığı şeirlərdən birini böyük məmnuniyyətlə icazə versə söyləyərəm. Buyurun. Bilirsiniz, bu şeir 44 günlük davadakı qələbəmizdən təsirlənərək yazılan şeirdir. Yerinə düşər təbii. Mən sənə bir maraqlı əhvalat danışım da. Bir dəfə Ağdamda bunu 44 günlük davadan sonra bir tədbir aparırdım. Orada dedim, əvvəl tamaşaçılar məni başa düşmədilər. Dedim ki, bu 44 günlük dava qələbəmiz Azərbaycanda yeganə adam mənəm ki, mənim zərərimə oldu, işlədi. Hamı zaldan az qaldı, eləsinlər ki, Azad müəllim, sən Ağdamlısan, sən torpağın azad olunub 44 gündə, sən nə danışırsan? Üstün götürdüm ki, mən 30 ildir, 40 ildir şəhidlik, torpaqların işğal olunması, ölüm, itimlə bağlı şeirlər söyləyirəm, əzbərləyirəm və mən 44 günün içində bütün repertuarımı təzədən dəyişməli oldum. Ona görə bəli, mənim zərərim işlədi. Yəni, elə məqamlarda bu cür şeirlər mənim köməyimə gəldi. Vətənə tərif, Ramiz Rövşən. Neçə hirsli şeir yazdım sənə mən. Qorxmadım, küsərsən, söz dəyər sənə. Səni tərifləmək keçir könlümdən. Birdən təriflərəm, göz dəyər sənə. Günbəgün dirilən, durulan vətən, gör necə ayıqsan, sayıqsan indi. Yalan təriflərdən yorulan vətən, doğrudan tərifə layiqsən indi. Daha dərdi qəmin axırına çıx, hər günün toy bayram içində olsun. Bir əlin həmişə hamıya açıq, bir əlin yumruq tək cibində olsun. Çoxdur sənə tərs-tərs baxanlar hələ. Adın çox gözlərə batır tikan tək. Səni sevməyənlər vətən var hələ. Səni Allah sevsin, səni biz sevək. Bülbül cəhcəh vursun hər gül kolunda. Daha qan dammasın damarlarından. Ölüm uzaq dursun sənin yolunda, şəhid olanların balalarından. Daha dağlarından, dərələrindən tütəy səsi gəlsin tüfəng yerinə. Daha bayraqlara şəhidləri yox, bükək körpələri bələh yerinə. Mən tərif yazmadım heç zaman sənə, amma qınamadım vətən sən məni. Birinci tərifdir yazıram sənə, yəqin ki peşiman etməzsən məni. Bravo. Azad müəllim, siz də çox sağ olun. Allah Ramiz Rövşənə can sağlığı versin. Amin. Çox böyük şairdir, çox həssas nöqtələrə toxuna bilir. Və təbii ki, Azad müəllim onu çox gözəl formada bizə çatdırdı. Azad müəllim, müsahibələrinizin birində belə bir ifadə səsləndirmisiniz ki, uğurlu olmaq üçün ancaq cəsarət lazımdır. Ancaq cəsarət mi lazımdır sizcə? Yox, təkcə cəsarət yox. Əvvəla Allah Taala'nın verdiyi bir vergi var, istedad vergisi. Bu olmalıdır. Bəzi insanlarda yoxdur, Allah Taala verməyib o istedadı. Ona görə onların heç zəhmətkeş olmaqlarının, gecə-gündüz çalışmaqları da çox böyük mənfəət gətirib çıxartmır. Düzdür, var bizim aktyorlarımızın içərisində ki,
İstedadı biraz nisbətən başqalarına nisbətən zəifdir, amma çalışqandır. Bu çox vacibdir, çalışqan. Çox vacib. Amma çox yaxşı olar ki, həm istedad olsun, həm çalışqanlıq olsun. Bəli. Amma bir çox filosoflar, bir çox psixoloqlar sübut eləyirlər ki, istedadlı adamlar tənbəl olurlar. Çox yaxşı olar ki, onlarda o qoçaqlığı onlara örgədəsən. Bəli. Ümumiyyətlə məhsuldar olmaq çox yaxşıdır. Mən Zəhmətkeşlik. Bəli. İndi rusların filmləri indi hər halda onlar daha çox çəkiliblər də. Baxırsan ki, Yevgeniy Leonov, bu adam dayanmayıb. Bu adam teatr hələ filmlər çoxdur, amma teatrda bu dayanmayıb. Bəli. Yəni elə ki sanki o hiss edir ki, bunun missiyası ölənə qədər tamaşalar, filmlər olacaq. Yəni vaxt çatmır. Elə Oleg Dal baxanda 39 yaşında dünyasını dəyişib, amma nə qədər filmə çəkilib. Mən yəni teatr qoyuram bir kənara. Ona görə də bizdə çox böyük istedadlı aktyorlar var, amma çox az çəkiliblər. Mən həmişə çox narahat edir bu məsələlər. Burada tək aktyorların günahı deyil. Mən aktyor olduğuma görə aktyorların cəbhəsindəyəm, aktyorların tərəfindəyəm. Təkcə aktyorların günahı deyil. Bəzən bizdə realizə oluna bilmədiyi üçün müəyyən sərxoşluğa qurşalan sənətkarlarımız olub, aktyorlarımız olub. Çox istedadlı aktyorlardır, amma nəsə alınmayıb. Bunun filmlərə dəvət olunmağı, teatra dəvət olunub rollar verilməyi, sənətkar taleyidir, yaradıcı taleyidir. Burada təbii ki, müəyyən uğurlar da var, müəyyən çökmələr də var, qabarmalar da var. Burada itirən təbii ki, tamaşaçılardır. Bəli. Çünki itirən kinomuzdur. Bəli. Yəni onlar fikirləşirlər ki, məsəl üçün Azad müəllim daha çox çəkilə bilərdi, biz onu daha çox məsəl üçün deyirəm, və ya digər aktyorlarımız. Mən istəyirəm bir balaca qısa toxunaq televiziyaların bu gününə və bu gün bilirsiniz ki, televiziyalardan bir balaca islahatlar gedir, artıq daha çox bu bayağılıq ortadan qalxmağa çalışır. Mən fikirləşirəm ki, belə olmalıdır. Televiziya, məsəl üçün bizim dövrümüz 80-90'lar çox gözəl televiziya tamaşalarından biz böyümüşük. Ramiz Həsənoğlunun və s. O filmlər, o əsərlər, Anar müəllimin. Yəni, indiki nəsil çox bərbad vəziyyətdir. Mən 2000'nin bu tərəfi deyirəm amma nə sorğu edirəm, heç kimi tanımırlar. Deyirsən ki, Uşaqlığın Son Gecəsi filmi baxmayıblar. Nəm 7 oğul istərəm, bizim Cəviş müəllim, Rasim Balayev tanımırlar, Yaşar Nuri. Yəni, Azad müəllim, bu çox, məncə heç xoş bir şey də deyil əslində. Bilirsiniz, bax bu çaynik var ha. Bu nə üçündür? Bunun içində çay dəmləsinlər, gətirib versinlər bizə, biz də onu içək. Yəni, bunun funksiyası ondan ibarətdir. Hər bir şeyin yarananda onun müəyyən bir funksiyası var. Bugün televiziyalarımız onların üzərinə qoyulmuş funksiyanı elə bil sanki unudublar. Televiziyanın maarifləndirmək funksiyası var, televiziyanın məlumatlandırmaq funksiyası var, televiziyanın insanların zövqünü tərbiyə eləmək funksiyası var, televiziyanın xəbər vermək funksiyası var və ilaxır funksiyalar var. Bu funksiyaları sanki unudublar televiziyada çalışan əziz qardaşlarımız. Keçirlər qeybətə. Bəli. Ancaq qeybət gedir. İnsanların zövqünü korlamaqla məşğuldur televiziya. Bilirsiniz, Azad müəllim, mən o gənci də qınaya bilmirəm. Əgər o film, əgər Uşaqlığın Son Gecəsi verilmirsə, bu adam necə biləcək ki, belə bir filmimiz olub bizim? Bizim millətdə qəribə bir xasiyyət var. Əslində bu millətin mədəniyyətidir. Bizim millət televiziyanı və orada səslənən nitqi etalon kimi qəbul eləyir. Bəli. Və filan şeyi televiziyada belə deyiblər. Xəbərlərdə belə dedilər. Aysə, belə dedilər. Yəni cəmaət onu etalon kimi qəbul eləyir. İndi əcəba mənim əmioğlanlarım televiziya işçiləri. Bir özünüzə güzgüdə baxın, görün, siz etalona layiqsinizmi? Sizi etalon kimi qəbul edir axı bizim millət. Bəli. Siz elə nitq orada nümayiş elətdirirsiniz ki, millət onu eşitməsə yaxşı. Bir də bir şey var Azad müəllim. İndi o deyir güzgüdür da. İndi sosial şəbəkələrdə tutaq ki, bir veriliş qoyulur və altından şərhlər var. Əgər o şərhlərin yüzü də bunun görürsünüz ki, buna qarşıdır, deməli bu nəsə normal deyil də. Hətta bəzən yazırlar ki, bu kanalın rəhbəri hara baxır. Bəli. Və onun bəlkə də mən yüngül dedim, daha bərbad formada yazanlar da var. Ondan nəticə çatmaq lazımdır ki, mən nəyə görə o təhqiri özümə götürməliyəm? Şimdi televiziyanın hansısa bir gəncin tərbiyəsindəki atdığı mənfi addım sonra çox ağır nəticələr verir. Tam razıyam. Çox ağır nəticələr verir. Bunu unutmaq olmaz. Çox sağ olun Azad müəllim, çox dəyərli fikirlər söylədiniz və biz
qısa buna da toxunum. Hamımız bilir ki, Azad müəllim artıq bir müddətdir Teatr Xadimlər İttifaqında sədr müavinidir. Hacı İsmailov sədr və onun 2 müavini var. Evet. Azad Şükürov və İlham Nami Kamal. Onları da salamlayıram, dostlarımızdır və həqiqətən də son illər teatr xadimlərdə bir canlanma var. Orada deməli tamaşalar, teatr festivalları və sağ olsun Hacı müəllim digər imkanlar da yaradır. Yəni başqa bir qurum var, nəsə göstərməlidir, orada realizə edə bilirlər və hətta yaxın zamanlarda gəldi, Trabzon teatra gəlmişdi və çox gözəl tamaşalar qoydular. Müştərək bir əməkdaşlıq oldu. Oradakı fəaliyyət də təbii ki, qənaətbəxşdir. Azad müəllim, siz də yəqin ki, işinizdən razısınız və biraz buna da toxunaq, oradakı fəaliyyətlə bağlı. Bizim Teatr Xadimləri İttifaqı kifayət qədər imkanından tam mənasında istifadə edə bilmirdi. Çünki oranın tamaşa zalı elə də ürək açan vəziyyətdə deyildi. Bəli. Ən azından tamaşa zalının istilik sistemi yox idi. Yayda soyutma sistemi yox idi. Səhnə texnikası bərbad vəziyyətdə idi. Zala girirdin, adam qonaq dəvət eləməyə utanırdı, zala gətirməyə. İndi şükür olsun Allaha. Yaxşı, teatrımızı sevən, ziyalı insanlar müraciət elədi, sinələrini verdilər qabağa. Allah qoysa bu yaxınlarda təmir orada bitəcək, tamaşa zalında, yəni birinci mərtəbədə. Ora çox gözəl bir vəziyyətdə olacaq. Yəni qonaq qarşısına çıxarılmalı olacaq ora. Və təbii ki, biz çalışacağıq ki, o təmirə cavab verən işimiz olsun. İnşallah. Teatr Xadimləri İttifaqı əvvəla biz xüsusi bir diqqətimizi yönəldirik region teatrlarına. Bəli. Özü də təkcə dövlət teatrlarına yox, öz fəaliyyət teatrlarına, hardakı var, hardakı biraz qalıb. Sonra biz xüsusi diqqət yetiririk o sənət adamlarına ki, onlar bəzi küləklər və axınlar hesabına biraz diqqətdən kənarda qalırlar. Biz onları axtarıb, arayıb, dəvət edirik, söhbət edirik onlarla, müəyyən imkanlar yaradırıq onlara. Planlarımız çoxdur. Çoxdur və mənə elə gəlir ki, Allah qoysa təmirimiz bu yaxınlarda qutarsın və Teatr Xadimləri İttifaqı Azərbaycan teatr sənətinin hərəkətə gəlməsində, müəyyən bir müsbət meyllərin çıxmasında müstəsna rolu oynayacaq da inşallah. İnşallah, inşallah. Və mənim gəlirik belə bir rubrikam var, Azad müəllim. Konkret suallar və konkret cavablar. Bu mənim ən çox maraqlı rubrikamdır. Çünki burada hər adam fikri mənim üçün maraqlıdır. Azad Şükürovun sevdiyi bəstəkar varmı? Üzeyir bəydən tutmuş, tutalım bugünkü bəstəkarlıq sinifinin nümayəndələrinə qədər, Aydın Əzimova qədər belə deyək. Çoxdur mənim sevdiyim bəstəkarlar. Qoy adını çəkmədiklərim məndən inciməsinlər. Mən onları çox istəyirəm. Mənim eləsi var, otururam, dururam, tanışdığım var. Hər halda hərdən oturub Aydın Əzimovla bir xeyli mübahisə apara bilirik, dərdləşə bilirik. Mənə elə gəlir ki, Azərbaycan bəstəkarlıq sənəti, bəstəkarlıq peşəsi kifayət qədər uğurlu bir sənət sahəsidir. Orada çox böyük bəstəkarlar olub. Bugün də yetişməkdədir gözəl bəstəkarlar. Mən onlara uğurlar arzulayıram. Çox gözəl. Bəs daha çox hansı musiqiləri dinləyirsiniz? Bir deyim ki, mənim kökümdə, qanımda muğam var. Mən Qarabağda böyümüşəm, muğam içində böyümüşəm. Amma mən bir sənət adamı olaraq böyük məmnuniyyətlə müasir pop musiqilərə qulaq asıram. Estradaya qulaq asıram, simfonik əsərlərə qulaq asıram. Bir sirri də deyim sənə, bir 2-3 ildir ki, mən İncəsənət Universitetində musiqili teatr aktyorluq kafedrasına rəhbərlik eləyirəm. Ne gözəl. Və bizdə 2 aktyorluq kafedrası var. Biri dram aktyorluğu kafedrası, biri musiqili teatr aktyorluğu kafedrası. Və orada Respublikamızın kifayət qədər tanınmış müğənniləri, vokal ifaçıları dərs deyirlər uşaqlara. Musiqili tamaşalar hazırlayırlar uşaqlar. Musiqili teatrlar üçün kadrlar yetişdiririk. Düzdür, mənim bir yaradıcılıq kafedrasını idarə eləmək təcrübəm
daha genişdir, nəinki musiqi sahəsindəki təcrübəm, amma o kafedrada çalışan həm fortepiano ifaçıları, həm vokal müəllimləri bu sarıdan mənim köməyimə gəlirlər. Mən onlara müraciət edirəm ki, gəlin oturaq, baxaq görək bu necədir, bunu necə həll eləyək, bunu necə qiymətləndirək və onların fikirləri ilə razılaşıram. Elə bilirəm ki, kifayət qədər uğurlu işlərimiz var. Çox gözəl. Ən çox sevdiyiniz film. Bax bu film Azərbaycan filmi də ola bilər, əcnəbi film də ola bilər, Sovet filmi də ola bilər. Yəni deyək ki, o filmə həmişə baxmaq istəyirsiniz. Bilirsən necədir? Yenə deyirəm, o qədərdir ki o filmlər. Məmnuniyyətlə mən tez-tez baxıram, o olmasın, bu olsuna. Rəhmətli Seyidzadənin filminə. Böyük məmnuniyyətlə Daneliyanın Afoniya filminə baxıram, böyük ləzzətlə. Necə sevirəm o filmi? Təxminən bu cür filmlərə baxıram da mən, belə. Afoniya dedi, mən istəmirəm onun üzərindən belə keçəm, Azad müəllim. Onun o bir insanı keçən ki, həyat rəndəliyir, bir vəziyyətə salır. Orada mən məsələn hər dəfə filmlərə baxanda Fazil Salayev axtarıram. Burada ola bilərdi kimi. Bəli, Fazil Salayev kifayət qədər uğurlu aktyordur. Heyf ki, ondan istənilən qədər istifadə olunmadı. Ən çox sevdiyiniz aktyor? Birisi necədir? Əgər hardasa ucqar bir kənddə, ucqar bir rayonda kimsə üzünə kömür sürtüb səhnəyə çıxıbsa, o mənim ən çox sevdiyim aktyordur. Maraqlıdır. Azad Şükürovun sevimli şairi və yazıçısı. Dədə Vahid. Dostluq nədir sizin üçün? Dostluq bilirsiniz nədir? Əslində həyatda dost çox olmur. Oturub durduğun adam çox olur. Münasibət saxladığın adam çox olur. Buna tanış deyirlər daha sonra. Hə. Dost bilirsən kimdir? Sən onun yanında hönkürüb ağlamaqdan utanmırsan. Məncə ən doğru cavab idi. Hə, dost odur ki, sən onun yanında hönkürüb ağlamaqdan utanmırsan. Vətən nədir? Vətən mənim atamın qəbri. Vətən mənim anamın qəbri. Vətən o yerdir ki, orada məni dəfn eləyəcəklər. Vətən o yerdir ki, oranın sərçəsi də mənə doğmadı, bülbülü də. Nə gözəl cavab, Azad müəllim, əla. Çox gözəl cavab idi. Bəs xoşbəxtlik nədir sizin üçün? Xoşbəxtlik əslində nisbi anlayışdır. Daimi xoşbəxtlik olmur. Qismən xoşbəxt olmaq üçün nə etmək lazımdır? Müəyyən məqamlarda adam xoşbəxt olur. Məsələn, mənim övladlarım olanda mən xoşbəxt idim. Xəstəxananın qabağında dayanmışdım, mənə xəbər verdilər ki, qızın olub və yaxud da oğlun olub. Bax, o qapının ağzında, o qapıçının yanında məndən xoşbəxt adam yox idi. Məsələn, nəvələrim anadan olanda mən xoşbəxt olmuşam. Mənim 44 günlük davanın hər günü axşam saat 7 radələrində ki, 6-8 radələrindəki prezident çıxırdı, bir-bir deyirdi hansı kəndə almışıq, hansı şəhər almışıq. O məqamlarda mən xoşbəxt idim. Xoşbəxtlik yaşayırdım bir 15-20 dəqiqə o vaxtı ki, prezident oxuyurdu hansı kəndləri, şəhərləri almışıq. Azadlıq nədir? Bizə azadlıq mənim içimdədir. Azadlıq insanın içindədir. İnsan öz içində haracan desən azaddır. Təkcə yəni mənim adım Azad deyil. Ay sağ olun. Tanrı o adı mənə görünür qəsdən qismət eləyir. Həm də o ada layiq olmaq da lazımdır. Bəli, mütləq mənada. Mən ümumiyyətlə ifrat azadlığın tərəfdarı deyiləm. Müəyyən qanunlar var, müəyyən qaydalar var, etik normalar var. Sən onlara əməl eləməlisən. Elə ən böyük azadlıq o normalara əməl eləməkdir. Əla cavabdır. Nə zamansa şəxsi həyatda və sənətdə boşluğa düşmüsünüz? Hə. Olub. O necə, özü də necə? Məsələn, niyə uzağa gedirik ki? 2007-ci ildə məni çağırdılar, dedilər ki, sən bu İncəsənət Universitetindən getməlisən. Niyə? Niyəsini izah eləyə bilmərəm. Köşdür. Uzun söhbətdir. Və getdinizmi Azad müəllim? Və getdim də, bəli. Getdim də. 2 il mən tamam işsiz qaldım. Bakı Bələdiyyə Teatrından da uzaqlaşdım.
Onu da müəyyən elə bu gedən söz söhbətlərlə əlaqəlidir. Mən bu söhbətə qayıtmağı Anladım. özümə çox ar hesab edirəm. Amma çətin situasiya olar. Çox çətin situasiya. Özü də 2 körpə uşağım, təsəvvür eləyirsən. Mən onları dolandırmaq üçün yalnız toylardan və məclislərdən istifadə eləyirdim. Onları dolandırdım. Sonra yenə haqq öz yerini tapdı, şükür Allaha. Şükür Allaha. Çox şükür bu imtahanı keçə bilmisiniz. Şükür Allaha. Həyatı planlı şəkildə yaşamaq lazımdır, yoxsa öz axarına buraxmaq? Bilirsən, elə məqamlar var ki, orada gərək biraz ipi boşaldasan. Öz axarı ilə geçsin. Amma daimi onu o cür eləmək olmaz. Sənin konkret planın olmalıdır. Həyat kredon olmalıdır. Ki, mənim məqsədim nədir? Biri var böyük məqsədlər. Biri var xırda məqsədlər. Ki, məsələn, ailə ilə bağlı, məsələn, ərzaq problemi ilə bağlı. Məişət problemi. Məişət problemləri. Biri də var böyük məqsədlər. Ki, məsələn, mən bugün Azərbaycan mədəniyyətində belə alnı açıq gəzə bilirəm. Hansı məqamda istəyirsən, hansı dövrdə istəyirsən, dərs dediyim tələbə ilə üz-üzə gəlməyə hazıram və onun gözünün içinə dik baxa bilirəm. Bu çox böyük bir şeydir. Bu vacib bir. Hər adam da baxa bilməz. Və bugün Azərbaycan teatrında, kinosunda, televiziyasında mənim tələbələrimin uğurlu işlərini gördükcə, baxdıqca mən zövq alıram. Heç onlar özləri bəlkə hiss eləmirlər. Ki, mən zalda oturmuşam, az qalır papağımı atam havaya. Ki, mənim tələbəm gör nə gözəl oynayır. Bunu siz özünüz bilirsiniz artıq. Bəli, mən zövq alıram ondan. Həyatda ən çox nədən qorxursunuz və ya qorxmusunuz? Varmı belə bir məqam? Əlbəttə var. Ən çox qorxduğunuz məqam deyək. Ən çox qorxduğum məqam övladlarımın yanında başı aşağı olmağım olub. Həmişə bundan qorxmuşam. Bir dəfə mən Sumqayıtda bir nəfərlə rastlaşdım. Bir xeyli bundan qabaq çox böyük zavodların birində mühəndis işləmişdi. Zavod bağlanıb, iş yox. Söhbət elədik ondan. Dedi ki, müəllim, inanırsınız, son illər evə girəndə nə vaxt başımı qaldırıb girdiyim yadıma düşmür. Vay vay, necə acıdır. Çox məşhur bir mühəndis idi, yaxşı bir mühəndis idi. Çox çətin. Allah o gündən saxlasın ki, sən evə gedəndə utana-utana gedib girəsən evə. Düzdür, bu çox çətindir buna nail olmaq. Çox çətindir. Amma mən ən çətin məqamlarımda belə o məsələdə mənim məsələn ən çox utandığım şeylər mənim övladlarım olub. Mənim həyat yoldaşım, mənim qohum-əqrabam olub. Mənim böyük qardaşım var. Həmişə fikirləşmişəm ki, bir də baxar televiziyada hansısa verilişə mənə zəng eləyib deyər ki, ona verilişdə sən getmişdin. Ona çıxış elədin. Ona sözdür sən danışmısan. Və yaxud bir tələbəm mənə zəng eləyər deyər ki, ay müəllim, sizə yaraşmadı. Sizə yaraşmadı bu. Bax bu şeylərdən mən çox qorxmuşam. Qadınlarda ən çox hansı keyfiyyətləri qiymətləndirirsiniz? Saflığı, təmizliyi, biraz da bilirsən o Yevgeni Yevtushenkonun şeirində var, Bəxtiyar müəllimin tərcüməsində deyir ki, biz qadınların ətəyindən çəkib yendirmişik kişilərin səviyyəsinə. Ay, yaman söz. Biz qadınları gərək çalışaq ki, həmişə ucada tutaq. Onları kişilərin səviyyəsinə yendirmək olmaz. Onların ətəyindən çəkib onları ucuzlaşdırmaq olmaz. Onlar ülvi bir varlıqlardırlar. Onları o cür saxlamaq lazımdır. Mən qadınların demək olar ki, hamısını sevirəm. Kişilərdə daha çox hansı keyfiyyətlər vacibdir? Mərdlik, sözü bütövlük. Bir də bu ifadəni çox az işlədirlər. Sabit qədəmlik. Sabit qədəmlik. Rəhmətli Bəkir Nəbiyev bunu çox tez-tez işlədərdi. Kişilərdə sabit qədəmlik çox vacib keyfiyyətdir. Ruhu şad olsun. Bəkir Nəbiyevin. Çox sevdiyim Sovet aktrisası Alisa Frendix, onun belə bir fikri var. Hörmət, dostluq və ehtiras bu üç şeyin cəmi sevgini yaradır. Bu üç şeydən biri olmayanda sevgi də olmur. Buna nəsə əlavə eləmək olar, yoxsa bu kifayət eləyir Azad müəllim? Bilirsən, sevgi belə bir şeydir ki, o müəyyən bir dövrdən sonra biraz soyuyur, keçir. Hörmət qalır ortalıqda. Biri birinə hörmət qalır. Dondan dona. Bəli.
O Pushkinin Boris Godunov əsərində var. Deyir, bu ona bənzəyir ki, cavan olarkən biz eşqin oduna yanıb çırpınanda qəlbimiz, sonra yar vüsalına nail olan zamandan soyuyuruq, doyuruq məhəbbətdən bir anda. Gözəl. Çox gözəl. Azad mənim bəzi suallara şeir məqamında deyir. Fikir deyiləcək, o fikrin sonluğunu tamamlamaq lazımdır, Azad müəllim. Yaşamaq ona görə lazımdır ki, başqa əlacın yoxdur. Əla, çox maraqlı cavabdır. Mədəniyyət və ədəbiyyat ona görə lazımdır ki, Xalq xalq olaraq, dövlət dövlət olaraq yaşasın. gözəl. Azad Şükurovun ən çox sevdiyi və sevmədiyi söz. Ən çox sevmədiyim söz bu pisdir sözüdür. Və sevdiyiniz? Ən çox sevdiyim söz Ay dədə, ay dədə. ay dədə söz. Həyatın müəyyən məqamlarında anladım ki, Allah haqqı mən yaxşı adamam. əla. İnsan kamilliyə yetişmək üçün Mütləq mənada mütaliə eləməlidir. mən insanlıqdan bir şey tələb edərdim. Sizi Allahın yaratdığını heç vaxt unutmayın. Əgər sən ədalətli adamsansa, Onda tez-tez güzgüyə bax da. əla. Ümid hələ ölməyib ona görə ki, Allah bizi insan yaradıb. mən o adamlara həsəd aparıram ki, Onlar istədiklərinə nail olublar. ay, gözəl. Bir daha dünyaya gəlmək şansım olsaydı, bu dəfə Elə belə yaşayardım. İndiki kimi. ilk dəfə bunu etiraf etməyə çalışacağam. Mənim də səhvlərim var. Gözəl. Həyatda məni xoşbəxt edən yeganə şey İnanırsam bəlkə də çox banal olaraq səslənəcək. Amma mənim hardasa müəyyən bir məqamda himnimizin səslənməyi və bayrağımızın qalxmağı. çox gözəl. Mən körəlirəm, özümü saxlaya bilmirəm. Son zamanlar ki biz tamaşalarda və ya müəyyən tədbirlərdə görürük. O sükut və himn səsləri. Mən adam qürurdur həqiqətən ki bizim belə bir himnimiz var. Allah Üzeyir bəyə rəhmət eləsin. Ruhu şad olsun. Həyat nədir? Həyat elə budur da. Ömür nədir? Ömür Tanrının sənə verdiyi möhlət. Bəs ölüm nədir? Ölüm haqdır. Çox gözəl, Azad müəllim. Amma sonda bir fikir də var ki, gənc nəslə tövsiyə rubrikamız var. Mən əslində tələbələrimə də bunu həmişə deyirəm. Əvvəla hardan, hansı nəsildən gəldiyinizi unutmayın, heç vaxt. Hansı xalqın nümayəndəsi olduğunuzu unutmayın. Bir də Allah Taala sizə çox böyük bir minnət qoyub boynunuza, sizi adam yaradıb. Onu da heç vaxt unutmayın. Çox gözəl, Azad müəllim. Sizlə o qədər maraqlı və ibrətamiz söhbətlərimiz oldu və bizim sonda belə bir ənənəmiz var, ritual rubrikamız var. Bir-birimizə hədiyyə bağışlayırıq və mən ilk olaraq sizə öz kitablarımı bağışlamaq istəyirəm. Təbii ki, sizin sənət dostlarınız olmuş insanlar haqqında xatirələr işləyirəm. Son demək bu yaxın günlərdə çapdan çıxıb Hacı İsmayılovun xatirələri. Burada sizin də müsahibəniz var və yaxın zamanda bunun təqdimatını keçirəcəyik. Bu bir kitabımdır. İnşallah, çox sağ olun. Birazdan onu imzalayacağam. Və burada da Ənvər Həsənov bizim görkəmli aktyorlarımızdan. Onun Allah rəhmət eləsin. bax elə bu sifət bəlkə də bizim simvolu, uşaqlığın simvolu. Bizim kinomuzun çox parlaq ulduzlarından biridir. Bəli. Onun Ənvər Həsənova Vida, onun ömrünün son zamanları ilə bağlı belə bir kitabdır. Çox sağ ol. Mən də öz növbəmdə sənə öz kitabımı bağışlamaq istəyirəm. Nə gözəl. Bu mənim deməli özümün şəxsən öz əllərimlə yazdığım kitabdır. Bu 2019-cu ildə çap olunub mənim sənət yollarım. Burada ayrı-ayrı yollardır. Həyatdan da var, sənətdən də var. Bəli, bəli. Amma mən bunu yazmışam sənə. Nə gözəl. Azad müəllim, siz məndən daha operativsiz. Mən təşəkkür edirəm Azad müəllim. Allah sizə can sağlığı versin. Hər zaman bizim incə sənətimizdə olasınız. Hər zaman pedaqoji fəaliyyətiniz olsun, tələbələr yetişdirin və çox şadam ki, mənim verilişimə gəlmişdiniz. Çox sağ ol. Sən təşəkkür edirəm ki, mən dəvət eləmisən. Minnətdaram. Sağ olun. Sağ olun.